Hello əzizlərim, saflığım və ya dəstək olduğum bir blogerin məni söyməsi. Əslində özüməm günahkar, çünki o Facebook söhbətindən sonra, bundan əvvəlki videolarda var, Facebook söhbətindən sonra mən o insanın, daha doğrusu adamın, hər kəs adamdır, amma hər kəs insan ola bilmir, iç üzünü bilməliydim. 2 o qədər yaşım olsa da, belə deyək, 2 də olmasa, qızım yaşında olsa da, mən onun anası yaşında olsam da, yenə də saflığım körpə uşaq saflığı qədərdir. Mən bir çörək dizi üstündə mağaza ilə əməkdaşlıq edim. Çörək dizi üstü olmağı bir başqa söhbətdə o heç, nəysə. İzləyici deyə bilmərəm, amma en qədər alıcı verirdim. Və mən saf dedim ki, bunun da gəliri olsun, yəni nə bilim reklamı olsun. Gəlir deyəndə 25 manatlıq kart verirdilər. Alırdım, reklam elirdim, mən hətta üzərində düzəldirdim. Özdə buna demişdim, yadından çıxmışdım. Sən demə, bunun ürəyində paxıllıq varmış. Deyil, niyə deyirəm, paxıllıq varmış. Bir də gördüm ki, qəşəngçi story çəkib ki, bəs həmin mağaza 1 qəpik məndən alır, paket üçün, o vaxt paketlər pulsuz deyildi, pulsuz idi. Bəlkə mənim o momentdə, o anda 1 qəpiyim yoxdur. O adamdır ki, deyir ki, qardaşım mənə toyka $500 kosmetika verir. Amma əslində qardaşı heç nə vermirdi. Yazıq anası orada burada onun bunun qapısında işləyirdi. Sonradan dilindən qaçdı videoların birində. Neyse, söhbət ondan getmir. Yəni, mən 10 ildə heç yanda işləməyən, indi bloqum biraz özünü tutub. 1 qəpiyim belə davasını eləmərəm, onun üçün də milyonlarım yoxdur. Milyonerlərə həmişə elə eləyir, özlərini pulu göstərəm. Və mən istədim ki, o mağaza elə idi. 1 qəpik məsəl üçün, o da 10 manat dıxmal almışsınız, 1 qəpik paketə verirdi və çıxanda endirim yerində o 1 qəpiyi endirim eləyirdi. Endirimli olan məhsullar necə endirim yazmır, yəni alırdı, təzdən sizə qaytarırdı. Fakt odur, çıxdadır. Allahım, mən təzdən o mağazaya yazdım, dedim, Allah, üzr istəyirəm sizdən, çox-çox üzr istəyirəm sizdən. Mən hələ sizə bunu rekomendasiya eləyirəm. Mən deyirəm ki, bu şəxslə, fərdlə, bu fərdlə, bu adamla işləyin. Dedilər, sənin bir günahın yoxdur, anladılar məni, olur elə şeylər, boş ver, dedilər. Və mən çəkdim ki, video bir bloger belədir, adını da çəkmədim. Bəs belədir, amma qaytarılır. Ayda, o həyasızlar var ya, tumanını qaldırır başına, günahkar olduğu halda başladı mənimlə qırışmağa. Sən mənə xəyanət elədin, ömrü boyu xəyanət içində olasın, xəyanətə layiqsən. Çünki özün xainsin. Özü xaində, hamıya xəyanət. Xəyanət, bir-birinə xəyanət deyil. Bax, o da xəyanətdir. Sən görürsən, mən ona işləyirəm o saatda, yəni ki, necə, yəni, mən baxış sayım ondan çoxdur, rəhmiyə verdilər, mən qaldım. Deyirəm, axı, mən sənə deyim. Mən səni onlara rekomendasiya eləyirəm. Hə, deyərdin də, yəni əgər sən desəydin rekomendasiya və onlar mənə işləmə, o hərəkəti eləməzdim. Paxıllıq. Onun bir padruqası var idi, o öyrədirdi onu hər şey. Biraz özündə var idi, biraz da öyrədirdi. Həmən padruqamı öyrətsin. Deyəcəm, eləyəm mənəm. Yaxşı da, padruqada yedi işdi üstündən su işdi, onun şərəfinə oldu, yüksəldi. Burada dalından getdi, xainlərə o da, heç ona xain deyə bilmiş. Axırda da nə desə yaxşıdır? Başladı Rusça. Anasının verdiyi tərbiyə dedim. Məndən 3-4 yaş böyük olan anası. Anasının tərbiyəsini göstərdi. Yəni, siz üzdə saf, təmiz, gözəl olan insanlara, əzik, özdə adam arasında əzik olan, özünü belə göstərən insanlara inanmayın. Mənim kimi dillilərə anasının verdiyi tərbiyə. Nə öz yaşına, nə kiçiyə o sözü demək olmaz. Xeytir olsa, hə. Özü də blok atdı. Sonra bir neçə ildən sonra bir də görürəm ki, Black White Angel yazır. Mən də bilirəm ki, bunun neçə dənə fake profilı var. Hə, sən o ilə, bir mənim yadıma sal. Sən o ilə nə üçün küsmüsən? Dedim, mən nə bilim necə, bilirəm axı onun fake profilıdır. Benim yadımda deyil. Ondan sonra mənə like qoy. Hə, filan şey dedim, mən maraqlı deyil. Ondan sonra mənə like qoy, çıxdı, getdi. Üstündən bir qədər sonra özü peyda oldu, həyatıma girdi. Özü belə, mən bir yadımda deyil, biz nə üçün küsmüşük, elə qəşəng yadındadır.
elə qəşəng yadındadır. Həyatınıza krisa, siçov, siçan insanları salmayın. İçləri üzlərinə yansıyır, nə qədər plastik olsa belə. Hələ utanmaz. Mənim ayağımın altında quyu qazdığı, məni o mağazanın yanında pis yerə qoyduğu, mən də üzr istəməli olduğum halda, məndən üzr istəmə yerinə məni söydüyü halda deyir, mənə meymun deməyi bəs deyil. Hələ utanmaz getdi, mənim haqqımda adımı tag edərək video çəkdi. Eyb yoxdur, yazıq o vaxtlar pul qazanamırdı. Sərmayəm oldu, məndən sonra başladı pul qazanmağa, eyb yoxdur. Çörək pulu vermişəm ona. Adımdan video çəkib pul qazanıbdı o videolarda. Deyəsən, indi silib, ya gizlinə qoyubdu. Sonra da gəldi, neysə. Əslində onda günah yoxdur ki, həqiqətən mən söyüşə layiqəm, bilirsiniz niyə? O Facebook söhbətindən sonra mən onun necə krisa olduğunu, necə siçol olduğunu bilməliydim. Siçol belə yaxşıdır. Parazit bir şey. Mən ona rağmen ona yenə dəstək oldum. Gör, mənə bir dəfə qətləmə uğramış kanalımı reklam edir. Biz birbirimizi reklam edirdik dəstəklə. Mən məsəl üçün tərif. Rəhimə deyir, yaxşı, qəşəng videoları var, maraqlıdır, amma keyfiyyətsiz çəkilir. Bəli, mən keyfiyyətsiz çəkirdim, amma fikrinizə gətirin. Mən izləyəcəyəm, tutaq ki, siz kimisə reklam, mən izləyicinin beyni qeyri-ixtiyarı o yaxşı sözünə yox, keyfiyyətsiz sözünə yüklənir. Yəni, izləyici psixologiyası budur. Yəni ki, mən reklam edirəm, amma siz ona getməyin. Birdən gedər. Gəldiyi kimi bir il oldu. Axır vaxtlar var ki, ad gününü təbrik eləyirəm. WhatsApp-na yazıram. Baxmır. Stories-nə yanıt verirəm, türklər demiş, baxmır. Story-də bu boyda ona ad günü təbrik eləmişəm. Direct-də baxmayıb, girib gördüm baxıcılar, baxan arasında, izləyicilər arasında var. Bir Allahın spasibasını, çox sağ olun yazmadı. O söyüşə çatıraq tərbiyəsi, çox sağ ol tərbiyəsi yoxdur axı. Sonra bir neçə, hətta bu barədə video çəkmişdim, o şəhətdə bilirdi ki, ona aiddir. Sonra özünün çuşqa dediyi, amma sonra həmin o çuşqa ilə dostluq eləməyə başladığı ki, onlardan reklam gəlsin, onun izləyiciləri bunun izləyicilərinə gəlsin, buna izləyici olsun deyə deyir, qızları təriflədi və həmin sabahsı gün görürəm bu yoxdur. Nə aid deyil, o qızları ürəyimdən gəldi, təriflədim. İçindədir, axı, necə mən bunu tərifləməmişəm onu. Buna görə mənə də izləmədən çıxardıb, özü də izləyib. İndi bu videolara baxar, deyərdi ki, adımdan video çəkər. Görsəm, qəşəng video teması verirəm ki, krediti falan var da, ödəsin o krediti. Evimiz adlı ödəsin, təzə evinin pulunu. Anasatası ödəyir əslində. Neysə. Bəli, belə də olur. Əslində yenə də deyirəm, onda günah yoxdur, günah məndə idi. O Facebook söhbətindən sonra mən gərək o insana dəstək olmayaydım. Bax, bu yaşa çatmışam, yarım əsr yaşamışam, yenə də safam. O fırlanıb gəlib ikinci dəfə həyatıma girəndə yenə gərək qəbul etməyəydim onu. İgnor eləyərdim. Yəni, mən səni qəbul etmişəm. Mən sənə ad günü təbrik eləyirəm. Story da bu boyda. Ona hörmətsizlik deyil. Orada bir dənə, mənə lazım deyildi story-ni repost eləmək. Bir dənə çox sağ ol yazmaq var da. Çox sağ ol insanın iç dünyasını göstərir. Çox sağ ol insanın ailə tərbiyəsini göstərir. Elə də paxıllığı, siçolluğu oldu. Nə oldu? Mən təriflədiyim, amma sənin çuşqa dediyindən niyə təzdən dostluq eləyirsən? Çuşqa demirsən də niyə tüpürdüyü yağlayırsan? O adam bir daha mənim həyatıma girərsə, mən artıq onu qəbul etməyəcəm. Yaxşı da tema verdim, biraz pul qazanar da, baxır sayılar nə cürsə çoxdur, çəkər adımı taq eləyər. Bu arada baxır özü Facebook profilindan, öz profilindan, adımı taq eləyərsən, video çəkəndə qara PR ən gözəl PR-da, bilirsən canım mənim. Qeyri-ixtiyari gələcəklər, abunə də olmazlar, ən azından mənə gəlib baxır sayımı artıracaqlar. Mən də sənə pul qazandıracağım. Ona görə fərqi yoxdur, kim olur olsun, əgər siz bir insandan xəyanət gördünüzsə, bu və digər formada, onu heç vaxt həyatınıza almayın. Bilin ki, ilan ilandır, sadəcə dərsi soyulur, amma ilanlığında qalır. Siçoldu həmişə, parazitdir, siçoldu. Sizləri sevirəm, xainlərdən, xəyanətkarlardan, üzdə səmimi, qəlbdə riyakar olan dostlardan, onsuz heç bir dostun axıracan yola getməyən birisidir. Uzaq olun, sevirəm sizləri, hər zaman yaxşı insanlar ətrafında olun. Onu da Allah özü islah eləsin.